dostlar, hər kəsə. İndi səhər saat 9-dur. Mən səhər saat 8-dən durmuşam. Alman dilinə başlamışam bu arada. Səbəb odur, yəni. İstədim ki, tezdən durum, öz rutinlərimi də çatdırım. Qaça-qaçdan getmək istəmədim. Səhər durdum, üzümü, müzik yubladım, kofemi düzəltdim. İndi isə bir şey toxuyuram. Ona görə kameranı açdım ki, sizə də göstərim. Bu arada keçən dəfə toxuduğum bluzu artıq bitirmişəm. Onu da göstərərəm. Çox gözəl alındı. Geyinib baxmışam. Geyinib də videosunu sizin üçün çəkərəm. Çox gözəl alındı. Bazar günü Salihin iş yoldaşı bizi ad gününə çağırıb. Mən də daha öncədən tanıyıram qızı. Ona görə ona hədiyyə baxarkən bu Pinterest şərflərini gördüm. Düşündüm ki, mən onu toxuya bilərəm. Niyə də yox? Action'dan getdim, sap aldım. Və artıq dünən saat 6-dan sonra artıq toxumağa başlamışam. Yəni göstərim sizə də, çox gözəl alınır. Baxın, bu qədər toxumuşam artıq. Sap belədir. Özündən belə rəngləri var və içində belə qəribə ağ nələrsə var. Çox maraqlı görsənir. 2 yumaq almışdım. Bunun başqa rəngini Səmra da aldı. O da toxumaq istəyirdi. İndi bunu bazar günə qədər bitirəcəm. Məncə bitirə bilərəm. Hər ehtimaldan başqa bir xırda hədiyyə də almışam, amma düşünürəm ki, bitirəcəm. Məncə maraqlı olar. Özüm də çox bəyəndim. Əslində özümə də alıb toxumaq istəyirəm. Belə yaşıl filan tonlar olsa daha gözəl olar. Gəlin sizə toxuduğum bluzu göstərim. Baxın, bluz budur. Dünən yumuşam. Əslində buxarlı ütü ilə ütüləmək lazımdır ki, biraz açılsın. Bu formada qalır. Hətta belə qalır. Ola bilər ki, burasını biraz tikdim, belə qalsın. Amma belə qalmağı da xoşuma gəlir. Qollarının uzunluğu filan. Yəni birə-bir eləmişəm. Çox bəyəndim. Bunu geyinib də sizə göstərəcəm. İndi hələ ki toxumağıma davam edirəm. Saat 9-dur. İndi gedib mochi yeməyini verəcəm. Biraz toxuyandan sonra artıq hazırlaşmağa başlayacağam. Bu arada çöldə qar yağır. Bilmirəm, gördünüz yoxsa yox. Buradan görsənir yoxsa yox, onu da başa düşə bilmirəm düzü. Səhər gördüm ki, çöldə qar yağır. Yerdə artıq biraz qar oturubdur. Yollar inanılmaz sürüşkəndir, inanılmaz buzludur. Çox buzlu yerlər. Dünən idmana gedəndə yəni çox gücbəla ilə getdim, çox pis sürüşürdü. İnsanlar da sürüşə gedirdi. Bugün əslində heç qar gözləmirdim əslində. Qar yağdı. Deməli, Alman dilinə bir dostumuzun məsləhəti ilə yazıldım. O artıq gedir. Salihin iş yoldaşı bir qız var. O həmişə bizə nəsə məsləhət görür. Məsələn, bu evi də o bizə məsləhət görmüşdü. Və elə alındı ki, bizi seçdilər. Və biz bu evə köçdük. Deməli, mən əslində qrup şəklində olsun istəyirdim dərslər. Elə də oldu. Getdim, test dərsinə getmişdim. 3-cü gün çox bəyəndim. Belə dərs kimi insanı, necə deyim, sıxmır. O şey xoşuma gəldi ki, tam belə dərs, qrammatika falan belə deyil. Bir növ conversation kimidir. Amma həm də nəsə öyrənirsən. O şey xoşuma gəldi ki, interaktivdir dərslər. Söhbətə, danışığa daha çox önəm verir. Və istədiyim ki, hər millətdən insanlar var idi. Braziliyadan, Amerikadan, Pakistan, Hindistan, İtaliya, Gürcüstan, Filippin, yəni hər yerdən adamlar var idi. Mən orada Azərbaycanı təmsil edirdim. Elə bil ki, Birləşmiş Millətlər Təşkilatı idi bir növ. Müəllimimiz əslən İranlıdır, amma lap çoxdan elə bil ki, Berlinə köçüb ailəsi. Ona görə belə deyim də yerli kimi sayılır. Amma deyəndə ki, Azərbaycanlıyam filan, bildi ki, türk dilinə yaxındır dilimiz. Bizim dildə də bir iki söz bilir. Evə gələndən sonra ola bilər ki, davam edirəm çəkməyə və şərfin son versiyasını sizə göstərərəm. Bir də əlavə başqa sap da almışam. Belə bir sap almışam, bilməm görsənir. Bununla da yenidən sizə toxumağa başlamışam. Mən əslində artıq hazırlaşmağa başlamalıyım. Bunu da artıq biraz toxumağa başlamışam. Bu rəngdə də eləyirəm, amma bunu biraz qısa eləyəcəm. Belə formada eləyəcəm. Bir də qolları uzun. Nəysə, toxumaq çox xoşuma gəlir. Çox gözəl terapiyadır. Kimsə başlamaq istəyirsə, şiddətlə məsləhət görürəm. Mütləq başlayın. Həqiqətən də insanın beynini çox sakitləşdirir. Mən çox sevirəm, bilmirəm. Səmra da bu sapdan almışdı, amma düşünürdük ki, ilk öncə kruçokla toxuyacaq. Mən də elə düşünürdüm açığı. Dünən yoxsırağa gün yoxladım, gördüm ki, sap inanılmaz çətindir. Aralarında belə nələrsə var. Belə stitchləri görmək olmur. İlməkləri görmək olmur ki, batasan. Ona görə də düşündüm ki, gedim bunlardan alım. Bu dəmir adını bilmirəm nə deyirlər. Bunlardan alın və bununla bir düz, bir tərs toxuyuram. Gördüm ki, alınır. Ona görə Səmraya dedim ki, yəni kruçokla heç girişmə, alınmayacaq. O da sənimə yoxlayıbmış, eləyə bilməyib. Dedim, istəsən verərsən, sənin üçün də toxuyaram. Onsuz da belə mən bunu terapiya kimi eləyirəm. İndi biraz YouTube izləyəcəm. Daha sonra gedib hazırlaşacağam. Bəlkə sizin üçün də çəkərəm nəsə hazırlaşandan sonra. Amma əmin deyiləm. Şöyle qar yağır. Geriyə maksimum qalın geyinim. Çıx soğuk. Bu qədər. Hələlik.
following day. Salam dostlar hər kəsə. Bugün 6-cı gündür. Biz əslində bazar günü ad gününə getməli idik və bilin baxaq nə oldu. Harasa 2 saat əvvəl Salih səni vurdu ki, sənin ad günü bu gün imiş və mən də şərt oxuyurdum. Fikirləşirdim ki, bazar günü çatdıraram. Və bu gün ad günü olduğu üçün mən bunu çatdırmalıyam. Axşam 8-də orada olmalıyıq və mən hardasa 2 saatdır dayanmadan toxuyuram. Artıq bitir demək olar. Məncə çatdıracağam. Çox gözəl alınıb əslində, rəng keçidləri falan olduğu üçün. Yəqin ki, görmüsünüz, belə Pinterest tipli şərflər var, belə arxası vurulur, ondan toxuyuram. Tam hazır olsun, göstərəcəm sizə də. Bu arada dünənlərim dərsə getdim, bütün günü dünən qar yağıb. Başqa işlə çəkməmişəm, kameramı götürməmişdim. Telefonla çəkdiyim 1-2 kadr var, onları yəqin ki, artıq qoymuşam. Daha sonra inanılmaz soyuq idi, çox soyuq idi. Yerlər də dəhşət sürüşkəndir. Daha sonra da axşam getdik Gürcü restoranına. Xəngəl filan yedik. Alınsa bura qoyaram. Heç nə çəkməmişəm, düzü. Niyəsə heç kameranı götürüb nəsə çəkmək ağlıma gəlmədi dünən, bilmirəm. Əslində bugün də çox güman ki, ad günündən kamerada heç nə çəkməyəcəm. Alınsa bəlkə telefonla çəkərəm. Çünki tanımadığım insanlarla olan bir ortamdır. Salihin iş yoldaşları olacaq hamısı. Elə yerlərdə rahat ola bilmirəm. Dediyim kimi, telefonla çox güman ki, 1-2 kadr çəkərəm. Bu həftə əslində çox produktiv keçibdi mənim üçün. Çoxlu belə deyim, aktivitelər oldu. Bir növ. Həm alman dili dərsinə gedirəm artıq həftədə 3 dəfə. Ona görə də belə deyim, bir növ produktiv oldu. Dünən ümumiyyətlə mən 2 saat yarım dərsdə oturmuşam. Saat 11-in yarısından saat 2-yə qədər. Həqiqətən axıra yaxın artıq beynimin yandığını hiss edirdim. Amma çox maraqlı keçir. Saatın necə keçdiyini həqiqətən bilmirəm. Müəllimimiz çox yaxşıdır. Bakıya gedənə qədər mən davamlı həftədə 3 dəfə 2 dərs belə deyim gedəcəm. Yəni bir gündə 2 dərs belə eləməyi düşünürəm. Çünki bir növ həm təkrar eləmək istəyirəm, həm də B1-ə çatmaq istəyirəm təkrar edərək. Ona görə sürətləndirilmiş rejimdə belə deyim təkrara başladım. Bakıda olanda əslində onlayn qoşulmaq imkanım var, sadəcə mümkün deyil. Keçən dəfə də Bakıya gedəndə əslində bizim müəllimimiz onlayn keçirdi, heç bir fərqi yox idi. Onlayn qoşula bilərdi, amma inanın ki, alınmır. Bakıda yəni olanda mən o qədər belə deyim, başım qarışıq olur. Yəni hər gün nəsə bir iş olur, kimləsə görüşməli oluram və yaxud öz belə deyim, özüm üçün ya kosmetoloq olsun, manikür, pedikür, nə bilim, harasa gedirəm də, ya rəfiqələrimlə görüşürəm. Ona görə Bakıya çox belə busy keçdiyi üçün inanmıram ki, onlayn orada qoşula bilim. Qaydanda yenidən davam edəcəm. Görüm B1-ə nə vaxt çatıram. Ən pis halda məncə yayda B1-i bitirmiş olaram, yaya qədər hətta. Məncə yaya qədər bitirmiş olaram. Düşünürəm ki, ən pis halda Bakıdan qayıdandan sonra yəqin ki, B1-ə başlayaram. Hələ tez olduğu üçün biraz çəkmək belə deyim, mənə narahat gəlir, baxma insanları narahat eləməmək üçün. Amma dərsdə olanda, özümüz haqqında məlumat verəndə orada qeyd eləmişdim ki, mənim YouTube kanalım var. Bəlkə gələcək belə deyim, dərslərdə əgər oradakı insanlar da okey olarsa çəkə bilərəm. Ola bilsin ki, çəkərəm. Nəysə, çox gözəl bir çəkmə almışam qızlar. Stokda yox idi və mağazada getdim, mağaza razmer qalmamışdı. Təsadüfən onlaynda gördüm ki, 37 razmer gəlib. Mən çəkmələrdə 37 alıram adətən. Əgər belə deyim, zamok falan yoxdursa və qiyməti biraz da endirmə düşüb, 20 avroya düşüb. Çox sevindim və dərhal aldım. Sabahlarımı götürsəm göstərərəm onu və ondan sonra da rəfiqələrimlə kol eləyəcəyik. Belə, bilmirəm bu vlog nə qədər davam eləyəcək. Ona görə də sizə kiçik bir update vermək istədim. Çalışacağım aralarda belə deyim, ad günündə də görüntülər paylaşım. Lookumu falan da göstərərəm yəqin ki, təxmini beynimdə bir fikir var. Uzun çəkmələr almışdım. Düşünürəm ki, onları geyinim. Düzdür, çöldə hava çox soyuqdur. Amma mən onları geyinmək istəyirəm. Bir həftədən çoxdur almışam, amma hələ də geyinməmişəm. Onu belə qısa, belə plisrovka ətəyim var, qara onunla geyinəcəm. Sadəcə üst səsi bilmirəm nə geyinim ki, çox da donmuyum. Cins bir dənə köynəyim var, onunla geyinmək istəyirəm. Amma altdan çox güman ki, badalaska geyəcəm. Mən elə görüntünü də çox sevirəm. Belə layering. Həm də cool görsənir. Nəysə. Nə olsun ki, soyuqdur. Gözəl geyinməyimiz üçün bir səbəb deyil məncə. Bunu da bir düz bir tərs toxuyuram. Əvvəl mənə bir düz bir tərs toxumaq çox çətin gəlirdi. Çünki sıranı qaçırırdım. Amma artıq toxunuşun belə deyim, formasından başa düşürəm ki, bu düzdür, yoxsa tərsdir. Nəysə, hər şey haqqında danışdım. Belə, bunu toxuyum bitirim. Son versiyasını sizə göstərərəm. Toxuyub bitirəndən sonra buxarlı ütü ilə ütləyəcəm. Deyilənə görə elə olduğu halda daha yaxşı səliqəli görsənir. Bu arada alınsa özüm toxuduğum bluzu da geyinib göstərmək istəyirəm sizə. Çox gözəl alınıbdı. Ən tez zamanda onu geyinmək istəyirəm. Bunun üçün məncə havalar biraz isinməlidir. İndi bunu toxuyum bitirim. Sizə də göstərərəm.
One eternity later. Dostlar, şərfi bitirdim. İndi ütüləyəcəm. Ütləməmişkən sizə də göstəreyim. Baxın, belə bir şeydir. Məncə çox qəşəng oldu. Burasını da iynə ilə sabitləyəcəm. İşıq çox pis idi, ona görə çevirməli oldum. Çox gözəl alındı məncə. Keçidlərinə falan baxın. İnanılmaz gözəldir. Ümid eləyirəm verəcəyim şəxs də çox bəyənər. İndi burası sabitləyəcəm. Və bitdi. Çatdırdım, çox sevindim. İndi bunu ütüləyəcəm. Daha sonra hədiyyə paketi eləyəcəm. Və artıq rahat hazırlaşa bilərəm ad gününə. Belə. Qızlar, sizə toxuduğum bluzu göstərmək istəyirəm. Baxın, belə alınıbdır. Çox gözəl oldu. Belə ağ futbolka yox, ağ maykaların üzərindən falan geyinə bilərəm. Arkada moçi var və belə bir şalvar almışdım. Düşünürəm ki, bununla da uyğundur. Yaxasını belə saxlamağı düşünürəm. Belə daha çox xoşuma gəldi. Həm də belə halter yaka, belə deyim, maykalarla falan çox gözəldir. Mən çox bəyəndim. Çox sevərək geyinəcəm. İlk dəfə də belə bir şey toxuyuram və çox xoşuma gəldi. Bu rəngdə bir şey istəyirdim və inanılmaz dərəcədə şalvarla da uyumlu oldu. Bunu da təzə almışam. Çox qəşəngdir. Siz necə bəyəndiniz? Fikirlərinizi rəylərdə bildirin. Daha öncə yoxlamısınız ümumiyyətlə kroşe. Çox məsləhət görürəm. Əgər yoxlamamısınızsa mütləq yoxlayın. İnanılmaz insana zövq verir. Ümumiyyətlə ilk işim olsa da bunu çox bəyəndim. Çox sevərək geyinəcəm. Instagram üçün çəkirdim. Dedim sizin üçün də ümumi belə görüntüsünü çəkim. Baxın. Belə görsənir. Qolları da bu formadadır. Çox bəyəndim. Çox sevərək mən bunu geyinəcəm. Və düşünürəm ki, belə halter yaka ilə də çox gözəl qaldı. Çiyin hissəsi falan. Və həmçinin bu şalvarla falan. Çox bəyəndim. İnanılmaz bəyəndim. 3 hours later. Biz çıxdıq. Mən tamam başqa şeylər geyinəsi oldum. Güya ətək giyinəcəkdim. Çöldə mənfi 11-dir. Hətta bunun altından belə dutter jilet giymişəm. O dərəcə. Altdan 200-dən kalqa giymişəm. Ki maksimum üşümüyüm. Belə. İndi gedirik. Oradan da alınsa bəlkə görüntülər çəkərəm. Dünən yağan qar. Evimizin yanındakı park. Bu da Salih. Çox soyuqdur. Çox soyuqdur, amma çox qalın geyinmişəm deyə üşümürəm. Amma buralar biraz sürüşkəndir. Yaxşı fikir deyildi telefon açmaq. Nəysə, mən gedim. Çatanda oradan görüntü çəkəcəm. Telefonla çəkirəm. Ümid edirəm çox keyfiyyətli pis olmaz. Gəlirəm. You're failing at the easy part. Hours later. Salam dostlar. Bugün Bakıdan bağlamamız gəlib. Elə onu açırdım. Dedim bəlkə sizin üçün də çəkim. Salih maması bizə bir elə karobka məhsul göndərib. Əslində bəzilərini artıq açmışdım. Bu mochidir. Belə, bəzisi buradadır. Belə turşu göndərib bizə. Sonra xəngəl göndərib. Bu deyəsən nəsə quru meyvədir. Quru qəbal olmalı. 2 dənə xəngəl. Belə bir qırmızı səhv eləmirəmsə ikradır bu. Bunu Salih istəyir. Mən çox da sevmirəm. Bunu göndərib. Göndərib sizə. Görürsünüz. Sonra isə belə bir xurma var. Keşo. Sonra bu nədir? Bu səhv etmirəmsə ətdir. Bizə həm qıyma, həm də tikə ət göndərir. Hər dəfə sağ olsun. Bu da qıymadır. Və turşular. Turşudan 3 ədəd göndərib. Elə bil ki, bu turşudandır. Bunlar da bağlı hissəsi. Sağ elə, nə deyirlər ona, çərəzlər. Belə, siz üçün də dedim, çəkim bəlkə maraqlı olar. Hardasa bunlar 2-3 həftəyə gəlib Berlinə çatır. Neçə dəfə də artıq Salih maması sağ olsun göndərir.
və heç bir şey xarab olmur. Yaxşı gəlib çatır. Burada ət elə də dadlı deyil. Əgər türklərdən almırıqsa, demək olar heç dadlı deyil. Ona görə də sağ olsun bizə həmişə ət göndərir. Özü bişmiş formada. Onu dondurucuda saxlayıram. Yemək istəyəndə əvvəlcədən çıxarırıq. Yəni sırf ət istəyəndə onu eləyirik. Belə, sizin üçün də dedim çəkin bu dəfə. An hour later. The next day. Baxın, burada kim var? Moçi balaşım oturub qara baxır. Hə, Moçi? Hə, mənim canım. Gecə qar yağıb yenə. Xəbərimiz olmayıb. Məməlli yağıbdı. Podakonik filan bütün qar basıb. Bu həftə yenə yağmalıdır. Ümumiyyətlə, keçən dəfə bir dənə xəbər gördüm. Orada deyirdilər ki, son 10 ildə Berlində belə sərt qış olmayıb. Yəni, bu qədər çox qar yağsın, -10'lar, -15'lər filan. Bu il həqiqətən də yanvar girəndən qar dayanmır. Artıq fevraldır. Düz deyirəm, Moçi. Moçi də qara baxmağı çox xoşlayır. Qara baxsın, yağışa baxsın. Pəncərənin qırağına çıxır, oturur, baxır. Hə, Moçi? Hə, mənim məşdən balım. 3 hours later. Hər kəsə salam bir də. Mən Alman dilinə getmişdim. Saat artıq 3'ə qalıb. Biraz olar gəlmişəm. İnanılmaz soyuqdur. Qaça-qaça evə gəldim. Bu dəfə daha az yoruldum. Artıq keçən həftədən gedirəm. Bugün bir həftə oldu, səhv eləmirəmsə. Hə, bir həftə oldu. İlk dərslərdə 3 saat qalırdım deyə. İndi də 3 saat qalıram. Elə çox yorulurdum. Bu dəfə daha az yoruldum, fərqinə vardı. Nəysə, dünənlərim əslində Alexaya getmişdim məşqdən qabaq. Orada plan 1-dən sifarişlərimi onlayn eləmişdim Alexaya. Gedib oradan götürdüm və bir neçə başqa şey də aldım. Gəlin onları sizə göstərim. Düzü, dünən necə gətirmişəmsə evə, elə də qalıb, heç açmamışam heç nəyi. Bu sonuncu endirimlərdir. Belə bir tişört almışam. Görürsünüz, belə Linkin Park. Boz rəngdə 3 avroya düşmüşdü. S razmer bir ədəd qalmışdı, mən də götürdüm. Daha sonra belə bir çanta almışam. Bu çantaya çoxdan gözüm düşmüşdü. Düzdür, mən sizə də demişdim deyəsən. O şəkildə daha böyük görsənirdi. Mağazada görəndə gördüm balacadır. Bu öz qiyməti olub 36 evro. Daha sonra düşüb 23 evroya və sonda 13 evroya düşmüşdü. Qiymətini dəyişməyiblər. Bu formada belə deyil, özəl gün çantası, toya filan, harasa yayda çıxanda filan götürmək olar. Çox bəyəndim. Belə bir şey istəyirdim əslində və qiyməti də çox uyğuna düşmüşdü deyə düşündüm ki, alım. Sonra belə bir paltar almışam. Telefonum buradadsa şəklini göstərərəm. Əslində buradan çox da bir şey oxşamır. Başa düşmək olmur yəni. Necə bir şeydir. Bir dəqiqə telefonumu gətirim, telefondan sizə şəklini göstərim. Telefonda çox qəşəng görsənirdi. Baxın, paltar budur. Qiymətini görürsünüz. Yəni gülməli bir qiymətə düşüb. Yəni çox uyğundur. Belə uzun çəkmələrim də var. Düşündüm ki, qəşəng olar və əslində plan 1-dən mən belə deyim də ən əsas sifarişim bunlar idi. Bu çəkmə. Bunu da üstünə qiymətini yapışdırıblar. Ümid eləyirəm dərisini zədələməz. Niyə ayaqqabının üstünə qiymət yapışdırasan? Bu çəkmələr. Bunları o qədər bəyənmişdim. Yəni onlaynda görmüşdüm, 36'sı var idi. Mən də 36 risk eləmədim almağa. Dedim bəlkə balaca olar, amma yəni böyüyü də görsənir. Daha sonra autostok idi, mağazaya getmişdim. Heç bir razmeri yox idi. Əslində çox bəyənirdim. Çox cool bir belə deyim çəkmədir və bu rəngdə məndə bir dənəsi var. Onu artıq çox da bəyənmirəm. Belə bir şey istəyirdim. Və 37'si daha sonra stoka gəldi və qiyməti də daha da düşmüşdü. 20 avroya. Bundan əvvəl səhv eləmirəmsə 25'ə düşmüşdü. Mən də tez aldım açığı. Ümid edirəm ayağıma böyük olmaz. 37'dir. Çünki Plan 1'in ayaqqabılarında 36 mənə olur. Yayda batinka almışdım, xatırlayırsınızsa, o da 36 idi. TK Maxx'dan belə bir şey almışam. Bu belə bir qolbaqdır. Görürsünüz bunu.
Su yolu qolbaq kimi. Mən əslində qolbaq çox da sevən biri deyiləm. Amma bu qolbağı çox bəyənmişdim mağazada görüb. Dedim alım yoxluyum. Normalda mənim biləklərim çox nazik olduğu üçün mən qolbaq taxa bilmirəm demək olar. Ancaq gərək qolum üçün düzəldilsin. Yəni o halda ancaq taxa bilirəm. Bunu da ki aldım çünki burasından belə tənzimləmək üçün yeri var. Düşündüm ki daha rahat olar necəsə taxmaq. Ümid edirəm elədir. Bir dəqiqə açım baxaq. Heç açmamışam, inarsınız. Dünəndən necə var elə qalıb. Bir də biz keçən həftə Səmra ilə dəstə çıxmışdıq alış-verişə. Daha çox ona baxmağa, o tətilə gedirdi deyə. Amma qızlar, dəhşət idi endirimlər. Yadımdadır keçən ildə mən bu ərəfələr çoxlu belə deyim, yay geyimləri falan almışdım. Su qiymətinə. Baxın buna, görsənir bilmirəm. Özü çox gözəl parıldayır. İnanılmaz gözəl parıldayır. Məncə bu mənə böyük olmayacaq. Nəsə elə bir hiss eləyirəm. Çox gözəl gəlir mənə. Ümumiyyətlə TK Maxx-ın aksesuar hissəsi çox qəşəngdir. Ay çox gözəldir. Ağlıma gəlməzdi ki, nə vaxtsa qolbaq bəyənərəm. Məsələn, saatımla falan da taxa bilərəm yəqin ki. Bu salanan yerləri də məni açığı narahat eləmədi. Normalda çox da sevmirəm. Amma çox bəyəndim bunu. Bunu almışam 18 avroya. Bu endirimdə falan deyildi. Nəysə bunu almışam. İstəyirsinizsə başqa nəsə var idi? Yox. Keçən həftə Səmra ilə etdiyimiz alış-verişdən də bir neçə şey var. Gəlin onları da göstərim. Orada da çox qəşəng şeylər almışam. Bir dəqiqə göstərim indi. Gəldim. Deməli belə bir jin şortik almışam. Bunu əslində TK Maxx-dan almışdım. Bu da plan 5-qadır. 5-qadır və 6 avrodur. Geyindim, baxdım çox qəşəng qaldı. Bu rəngdə jin şortikim yoxdur məncə. Deməli yoxdur. Bunu da 5-qadan almışam. Qatlalamışam deyə xətt düşüb. Geyinib baxdım çox gözəldir. Belə toxunma. Bunların qiymətlərini kəsmişəm. Bu da çox endirimə düşmüşdü. 3 ya 4 avroya düşmüşdü. Sonra belə bir şalvar almışam. Keçən il xatırlayırsınızsa, bunun belə ağ-qara versiyasını almışdım. Onu da plan 1-dən almışdım. O başqa avtomat tullandı. O da plan 1-dən almışdım. Şeydə geyinmişdim. Nə idi oranın adı? Türkiyəyə gedəndə hara getmişdim? Pamukkale. Pamukkaleye gedəndə geyinmişdim. Və buna da bir ədəd qalmışdı. Qiyməti səhv eləmirəmsə 6 avroydu. Yəni bizim Səmrana baxdığımız demək olar 90% hər şey 6 avroya düşmüşdü. Və belə bir paltar aldım. Bunu plan 1-dən aldım. Səhv etmirəmsə, bəli. Plan 1-dən almışam. Belədir. Arxası açıq. Bunu da 6 avroya almışam. Bunu da geyinib baxdım. Sadəcə bu hissəsini biraz özüm tikəcəm. Çünki biraz daha böyük qaldı. Amma XS-dir razmeri. Çox gözəl paltardır. Yəni tətildə filan. Nə oldu? Düşə bilmirsən? Moç oraya ilişib qalıbdı. Moçi. Nə edirsən burada? Düş bura. Tulan bura. Düş. Düş baxım. Düş mənim dovşanım. Düş. Malades. Oğullu balam mənim. Suat olacaq. Daha sonra belə bir tişört almışam plan 1-dən. O qədər gözəl materialı var. İnanılmaz gözəldir. Arxası belədir, qarşısı da bu formada. Bunu da çox gülməli qiymət almışdım. 2-3 avroydu qiyməti. Bunu almışam. Və belə bir mayka almışam. Bu belə qəribə boz fason rəngdədir. Bunu TK Maxx-dan aldım. 5 avroya düşmüşdü. Öz qiyməti 25 avro olub. Bu nə brenddir bilmirəm, amma çox gözəl keyfiyyətli qalır. Belə geyinib də baxdım, çox gözəldir. Və ən əsas, ən çox bəyəndiyim bu şalvar oldu. Mən əslində özümə belə balon şalvar istəyirdim. Bilmirəm, buradan çox da aydın deyil. Şəklini tapsam göstərərəm. Bu balon şalvara çoxdan da gözüm düşmüşdü. Açığı 5-qada qarşıma çıxmamışdı deyə geyinib baxmadım. Nəsə burada gördüm endirimdə var, 34-ünü geyindim baxdım. Və 10 avroya düşmüşdü qızlar. Təsəvvür edirsiniz, yəni belə çox gülməli qiymətə düşmüşdü. Mən də düşündüm ki, yəni bu qiymətə mütləq almalıyam. Bir dəqiqə onu tapsam sizə göstərərəm. Moçi. Bilmədim. Nəysə, geyinəndə göstərərəm. Bir dənə də cins şort almışam. Bir dəqiqə onu da göstərim. Bu cins şort əslində daha öncə geyinib baxmışdım. Baxın, bu cins şortdur. Qara. Belə sarı tikişləri var. Bilməm, hara qoymuşam, elə dedim şəkildən göstərim. Bunu geyinib baxmışdım 34-ünü, mənə böyük olmuşdu. Sonra qərara gəldim ki, bəlkə 32-sini geyinim. 32-si bildiyiniz əynim oldu. Çünki çox oversize'dır və çox belə qəribə qalırdı. Xoşuma gəlmədi. Amma 32-si çox qəşəng oldu. Məndə cins rəngdə var, qara rəngdə belə şortikim yoxdur. Ona görə bunu aldım. Bu da çox gülməli qiymətə idi. 5-6 avroya. Yəni cins şortik üçün çox ucuz qiymətdir. Nəysə belə, məncə bu qədər.
Başqa bildiyim qədərlə heç nə almamışam, amma ən böyük tapıntılarım bu endirimdə. Həm o uzun çəkməm, həm də bu çəkməm oldu. Bunları inanılmaz bəyənirəm. Ayağıma indi geyinib baxacağam, heç geyinməmişəm. İndi deyirəm böyük olmaz. Bunu çox sevərək geyinəcəm. Çox puldular məncə və ön hissələrinə baxın necə tündür, qəribə. Çox bəyənirəm. Nəysə belə. Ümumiyyətlə məncə qış alış-verişlərim bu qədər. Düşünürəm ki, daha yəqin keçən almayacağam, çünki hədsiz çox paltarım var. Bu qədər. Ən çox hansını bəyəndiniz? Mənə maraqlıdır. Aşağıda rəylərdə qeyd eləyin. Gedim, biraz isti çay içim, isinim. Və manikurumu yeniləyəcəm bugün. Dırnaqlarımın vəziyyətinə baxın. Artıq bir aydır ki, mən manikurumu yeniləmirəm. Çünki həqiqətən vaxtım yoxdur. Keçən həftə də o qədər başım qarışıq oldu. Alman dilinə falan başlamışam deyə. Axır bugün dırnağımı yeniləmək istəyirəm. Yeniləyim, sizin üçün də göstərirəm. Proses çox uzundur, çox güman ki, onu çəkməyəcəm. Bu qədər. Gedim, biraz dincəlim. Hələlik.